Bugün başlanğıc qiyməti 600 manatdan başlayan Samsung Galaxy A27 5G modelini ən xırda detalına qədər təbii ki də bizə lazım olan detalları gün üzünə çıxaracağıq və sonda bunu almağa dəyərmi, yoxsa yenə yeni bir faciədirmi? Bugün bunlara və bu suallara cavab axtaracağıq. Gəlin başlayaq, sözü çox da uzatmayaq. İlk olaraq ekran və dizayndan başlayaq. Samsung'da həyat okeyinə ucuz görünən damla kəsikli ekran dizaynı dəfn edib. Qarşımızda nöqtə kəsikli, müasir və flaqman görüntülü 6.7 düyümlük Super AMOLED bir panel var. 120 Hz yenileme tezliyi sosial şəbəkələrdə gəzərkən yağ kimi axıcı bir hissettirir. Telefon 7.88 mm qalınlığı ilə kifayət qədər nazikdir və əldə rahat oturur. Amma dizaynda hər şey mükəmməl deyil. Telefon arxa qapağı və çərçivələr tamamilə plastikdir. 610 manata bir cihazda insan ən azından daha premium bir material hissiyatı axtarır, elə deyilmi? Digər tərəfdən Samsung əvvəlki modelləri olan IP67 Lucia tam davamlılıq sertifikatını bu modeldə IP64-ə düşürüb. Yəni bu telefon sadəcə tozdan və yüngül yağış damcılarından qorunur. Onu suya salmaq və ya havuz kənarında ehtiyatsız davranmaq qətiyyən olmaz. İndi isə gəlirik gamerlərin ən çox maraqlandığı və ən çox manipulyasiya olunan hissəyə, performansa. Samsung bu modelə Exynos'u nəhayət kənara qoyub 4 nanometrlik Qualcomm Snapdragon 6 Gen 3 chipsetindən istifadə edib. Bu prosesor gündəlik işlərdə, menü keçidlərində və ya sosial şəbəkələrdə çox stabil və sərin işləyir. Heç bir donma hiss etmirsiniz. Bəs oyunlarda vəziyyət necədir? PUBG Mobile və bu tipli rəqabətli oyunlarda cihaz isə smooth, yəni axıcı qrafikada stabil 60 FPS verməyi hədəfləyir. Bəli, Snapdragon 6 Gen 3 əvvəlki orta segment Exynoslar kimi dərhal alovlanıb qızmır. Amma uzun müddətli oyun seanslarında işlər dəyişir. Təxminən yarım saat və ya 1 saat fasiləsiz PUBG oynadıqdan sonra cihaz istilik tənzimləmək üçün gücü qısmağa başlayır. Xüsusilə ağır döyüş səhnələrində, maşın sürərkən və ya render yüklənən anlarda ani FPS düşüşləri, yəni droplar yaşayır və FPS 45-50-yə qədər enə bilir. Amma bir müddət sonra və yaxud da soyuducu ilə istifadə etsəniz, yenə 60-a qalxır. Əgər siz günün bir neçə saatını dayanmadan ağır oyunlara ayıran professional gamersinizsə, bu prosesor sizi tam mənada qane etməyəcək. Çünki bu büdcədə sırf oyun üçün istehsal olunan Çin brendlərində bəzi alternativləri daha yüksək və stabil FPS təklif edə bilir. Bəziləri 120 FPS-ə qədər qalxa bilir. Kamera bölməsində ciddi bir marketinq fırıldağı var. Cihazın əsas kamerası 50 megapikseldir və burada optik şəkil sabitləşdiricisi, yəni OIS dəstəyi var. Gündüz çəkişləri, fokuslanma sürəti və 4K videoların keyfiyyəti öz qiymətinə görə yaxşıdır. Amma Samsung əsas kameranı gücləndirib, digər kameralardan gizlicə kəsib. Əvvəlki modeldə olan 8 megapiksellik geniş bucaqlı kamera bu telefonda 5 megapikselə düşürülüb. Yanındakı 2 megapiksellik makro kamera isə demək olar ki, sadəcə say xəttinə qoyulub. Yəni heç olmasa onun əvəzinə teleskop qoysaydılar, həqiqətən də burada Samsung'a böyük bir alqış gedərdi, yəni o dərəcədə. Ön tərəfdə isə 12 megapiksellik bir selfie kamerası var. Sosial şəbəkələr üçün kifayət edir. Bir sözlə bu telefondan yalnız əsas kameradan istifadə edərək gözəl nəticələr ala bilərsiniz. Geniş bucaqlı kameradan isə elədən möcüzələr gözləməyin. Batarya tərəfində bizi 5000 mAh-lıq standart bir tutum qarşılayır. Prosesor səmərəli olduğu üçün bu batarya gündəlik normal istifadədə sizi rahatlıqla bir gün yarım bəs edəcək. Şarj sürəti isə cəmi 25 wattdır. Rəqibləri 67 watt, hətta 90 watt sürətli şarj qoyduğu bu dövrdə Samsung hələ də 25 wattda qalması böyük bir minusdur. Üstəlik qutdan adapter belə çıxmır. Yəni bu telefona 610 manat verdikdən sonra mağazadan çıxıb bir də əlavə pul ödəyib orijinal şarj başlığı almalı olacaqsınız. Digər böyük bir mənfi cəhət isə yaddaş kartı, yəni microSD dəstəyinin tamamilə ləğv edilməsidir. Aldığınız 28 və ya 256 GB yaddaşda olandan sonra onu heç bir kartla artıra bilməyəcəksiniz. Ona görə də yaddaş idarə etməsinə diqqət etməlisiniz. Yaxşı, bəs bu telefonun heç bir rəqibsiz tərəfi yoxdur? Var. O da proqram təminatıdır. Cihaz birbaşa Android 6 və One UI interfeys ilə gəlir. Ən əsası Samsung bu orta segment cihazı tam 6 il böyük Android yeniləməsini söz verir. Bu deməkdir ki, bu telefon gələcəkdə Android 22-yə qədər yenilənəcək və hər il yeni süni intellekt funksiyalarını alacaq.
Bu qiymət civarında Çin brendlərində heç biri bu qədər uzun ömürlü rəsmi proqram dəstəyi təklif edə bilmir. Yəni əgər uzun ömürlülük istəyirsinizsə, məncə də Samsunga üst tutmaq çox daha yaxşıdır. İlkin rəyə gəlsək, 610 manata satılan, yəni 600-610 manat arası satılan Samsung Galaxy A27 5G hamı üçün deyil. Əgər sizin məqsədiniz hərdən axşama kimi oyun oynamaqdırsa, yüksək FPS almaqdırsa, telefonlardan gözləntiləriniz həddindən artıq çoxdursa, telefonu suya salıb video çəkməkdirsə zat, bu cihaz sizə görə deyil. Gedib eyni büdcəyə başqa bir telefona baxa bilərsiniz öz istədiyiniz kateqoriyaya görə və yaxud da büdcəyi artırıb digər smartfonlara da baxa bilərsiniz dostlar. Amma yox, əgər siz elə deyilsinizsə, yəni mən ağırda oyuncu deyiləm, mən modern dizaynı, əsas kamerayı yaxşı çəkən, ən əsası isə məni 5-6 il dolmadan proqram yenilmələri rahat idarə edəcək uzun ömürlü bir Samsung lazımdır. O zaman bu cihazı siyahınıza əlavə edə bilərsiniz. Bəs siz necə düşünürsünüz dostlar? Sizcə bu xüsusiyyətləri Galaxy A27 5G bugün 600-610 manat arası alarsınız, yoxsa pulu ziyan etməyə dəyməz? Fikirlərinizi şərhlərə mütləq yazın. Hamısını oxuyub cavablandıracağam. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Hələlik.